Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin 2026-cı ildə başlıca vəzifəsi balansında olan suvarma və içməli su şəbəkələrinin normal iş rejimini təmin etməkdir. İdarə bu çərçivədə rayonun 25.282 hektar suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərinin meşə zolağını, 10.000 hektar qış otlağını su ilə, həmçinin 11.256 abonenti isə içməli su ilə təmin edir. Hazırda ərazilərdə 9181 hektar taxıl, 2355 hektar qarğıdalı, 2325 hektar həyatyanı sahə, 2103 hektar yem bitkiləri, 412 hektar bostan tərəvəz, 400 hektar çoxillik əkinlər və 219 hektar pambıq əkilib. Bu əkinləri suvarmaq üçün idarə 4 mənbədən istifadə edir ki, bunlardan 3-ü öz axımı ilə, biri isə mexaniki üsulla Kür çayından qidalanır. İldən təmizləmə işlərinə gəldikdə isə cari ilin əvvəlindən 107.121 kilometr məsafədə idarənin balansında olan magistral və təsərrüfat daxili kanallarda ildən təmizləmə işləri yerinə yetirilmişdir. Hal-hazırda işlər davam etdirilir. İdarənin balansında olan 15 stasionar və özən nasos stansiyalarda idarənin qəza bərpa qrupu tərəfindən təmir bərpa və sazlama işləri yerinə yetirilmişdir ki, sonra mövsüm başlayandan indiyədək heç bir nasos stansiya dayanmamışdır. Hacıqabul rayonunda əhalinin dayanıqlı, keyfiyyətli və fasiləsiz içməli su ilə təminatı üçün mütəmadi işlər görülür. Rayon ərazisində 2500 kub metrlik bir su anbarı mövcuddur və Kür su təchizatı vasitələri ilə 30 kənddən 21-nə içməli su xidməti göstərilir. 2026-cı ildə isə ümumilikdə 7184 nəfər əhalisi olan kəndlərin içməli su təchizatının yaxşılaşdırılması planlaşdırılır. Hacıqabul Su Meliorasiya Sistemləri İstismarı İdarəsi 11.116 əhali, 324 qeyri-əhali abonentinə xidmət edir. Abonentlər tərəfindən daxil olan müraciətlər tərəfimizdən vaxtında aradan qaldırılır. Hal-hazırda Atbulaq kəndini içməli su ilə təmin edən 159 mm polad borda qəza bərpa işləri davam etdirilir. Qarasu kəndində 3192 nəfər əhalinin və 820 təsərrüfatın içməli su təminatı üçün yeni şəbəkənin çəkilişi planlaşdırılır. Həmçinin Talış kəndində 300 metr köhnəlmiş xətt yenisi ilə əvəz edilib. İdarə su itkisinin qarşısını almaq və abonentləri vaxtında su ilə təmin etmək üçün mütəmadi istismar tədbirləri görür. Bu çərçivədə 2026-cı il ərzində içməli su xəttlərində mexaniki və smart sayğaclarda cari təmir işləri aparılaraq sıradan çıxan sayğaclar yenilənib.